Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi. Özünü ifşa etdi. Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay Thai Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib. Müsavat.com xəbər verir ki, yaydığı video açıqlamada Araz Musayev iddia edir ki, onu vurduran icra başçısıdır. Məni Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay Thai Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb. Son addım killer tutmaq oldu deyə Musayev ortaya iddia atıb. Məsələ sosial şəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub. Xeyli suallar ortada dolaşır ki, bu iddia doğrudurmu və Araz Musayevi vuran şəxs kimlərə bağlıdır? Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Müsavat.com açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir. Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yol verilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır. Adil Əliyev yekunda Müsavat.com-a deyib ki, əslində Araz Musayev bu açıqlaması ilə özünü ifşa edir. Stat, çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələmtələsik niyə mənim adımı hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır. Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Thai Federasiyasının prezidenti 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.